Analiz vermədən D vitamini içmək olarmı? Bu suala demək olar ki, hamı verir. Analiz vermişəm, D vitamini içsəm problem olmaz ki. Qısa olaraq deyim ki, bəli olar. Amma düzgün dozada. D vitamini elə vitamindir ki, əksikliyi çox yayğındır. Xüsusilə payız-qış aylarında, günəş az olanda, evdən az çıxmısınızsa, yaşlılarda, xroniki yorğun olanlarda D vitamini çatışmazlığı demək olar ki, standart haldır. Bu cür hallarda profilaktik doza ilə D vitamini qəbul etmək təhlükəsiz sayılır. Yəni müalicə dozası yox, bədənin gündəlik ehtiyacını qarşılayan miqdar. Məsələn, Multizan D üçün 10.000 vahidi bu məqsədlə istifadə oluna bilər. Həftədə bir dəfə bir tablet qəbul etdikdə gündəlik təxminən 1400 vahid D vitamini deməkdir. Bu da sağlam bir insanın gündəlik ehtiyacını qarşılamağa kifayət eləyir. Yəni analiz vermədən, həkimə getmədən profilaktik olaraq həftədə bir dəfə qəbul eləyə bilərsiniz. Amma bir məqam vacibdir ki, əgər analiz vermisinizsə və nəticə 30 nanoqramdan aşağıdırsa, yəni defisit varsa, o zaman dozalar dəyişə bilər. Belə hallarda Multizan D üçün 10.000 vahidinin bax bunun 2 və 3 dəfə də ata bilərsiniz. Amma mütəxəssislə məsləhətləşmək daha doğru olar bu zaman. Multizan D üçün üstün cəhəti odur ki, məhsul yağ formasında deyil, tabletdir. Rahat qəbul edilə bilir. İngiltərə istehsalı olduğu üçün keyfiyyətindən də əmin ola bilərsiniz. Həkim və əzacların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.